Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Bugün uşaqdan böyüyə hər kəsin və mənim də çox sevdiyim qırmızı mərcimək şorbasının hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. 2 stəkan mərcini suyu durulaşana qədər yaxşı yuduqdan sonra üzərinə isti su töküb kənara qoyuram. Belə etdikdə həm mərci tez bişir, həm də daha həlimli olur. Qazana kərə yağ əlavə etdikdən sonra soğanları da bura əlavə edib 2-3 dəqiqə qovururam. Sonra üzərinə 1 xörək qaşığı un əlavə edirəm. Unun qoxusu çıxana və rəngi biraz dəyişənə qədər birlikdə qovururam. 2 ədəd orta boy kökü bu cür halqavari doğrayıb qazana əlavə edirəm. 2 ədəd kartofu da doğrayıb bura əlavə edirəm. Suda gözlətdiyim mərciməyi də bura əlavə etdikdən sonra üzərinə buzluğumda olan sümük bulyonunu və adi su əlavə edirəm. Sonra 1 xörək qaşığı biberlə qarışıq olan tomat pastasını və zövqə uyğun olaraq duz, istiot, paprika, sarı kök əlavə edib qapağı yarımörtülü halda orta odda bişməyə qoyuram. Yarım saat keçdikdən sonra mərcimək şorbam artıq bişib və üzərinə quru nanə səpirəm. 1-2 dəqiqədə qaynadıqdan sonra ocağı söndürüb blenderdən keçirirəm. Bəs sizlər bu şorbanı hansı üsulla bişirirsiniz? Şərhlərdə bişirdiyiniz üsulları mənimlə paylaşsanız şad olaram. Və artıq gördüyünüz kimi qırmızı mərcimək şorbam hazırdır. Allah hər kəsin ruzisini bol etsin. Sizlər də hazırlayıb nuş edin. Zəhmətə dəyər verib kanalıma və səhifəmə abunə olub, bəyənərək, paylaşaraq və rəy yazaraq dəstək olan hər kəsə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.